Her birinizi hoş gördük əzizlərim. Bu video bütünlüklə intuisiyaya həsr olunacaq videodur. Harda ki anlayacağıq ki, niyə bizim həyatımızda intuisiya həddindən artıq çox vacib məqamdır. Və biz intuisiyamızı nə cür sizinlə oyada bilər və daima ondan alacağımız cavablarla rəhbərlik edərək həyatımızda davranmalıyıq. Birincisi bilməyiniz lazımdır ki, intuisiya Tanrıdan bizə olacaq əsas kanaldır əzizlərim. Bu bir energetik olacaq, enerjisel olan və ruhumuzda olan fiziki, maddi bədənimizin ətrafında və yanında, necə deyərlər, yerləşən bir kanaldır əzizlərim. Və bu kanal ən böyük kanallardan biridir. Harda ki bu kanalı, məsəl üçün, vergili insanlarda, gücə, potensiala sahib olacaq insanlarda intuisiya həddindən artıq güclü olmağı nə deməkdir? Onlar bütün vergi, bütün mesajları, bütün enerjilərin hər birini intuisiya kanalında alırlar. Və intuisiya kanalı bizim içimizdəki Tanrı kanalıdır. Yəni birbaşa Tanrıdan bizə olacaq, yüksək mənliyimizdən bizə olacaq əsas, belə deyək, telefon xətti və rabitə xəttidir əzizlərim. Çünki bu kanalın özəlliyi ondan ibarətdir ki, intuisiya kanalından əlavə olaraq bizim görmə kanalımız var. Harda ki biz sizinlə nələrisə görürük. Bu bizə agah olunur və mənzərələr şəklində görmə kanalında gəlir. Bizim eşitmə kanalı var. Harda ki biz bunları eşidirik. Yəni səslər şəklində, vibrasiyalar şəklində eşidirik, bilirik. Və intuisiya kanalı isə biz burada bilirik artıq. Və bu kanalların içərisində ən güclü olacaq kanal intuisiya kanalıdır əzizlərim. Harda ki bu kanal birbaşa Tanrıdan olduğu üçün ora sizə gələcək məlumatları, yəni belə deyək, yanlış məlumatlar ola bilməz oradan. Həmin kanala negativ olacaq enerjilər birləşə bilmir. Və ona görə bu məlumatlar intuisiyadakı olacaq, mənə hər şey agah anlayışı birbaşa, belə deyək də, sizə gələcək həqiqətdir, açılımdır. Harda ki mən artıq bilirəm. Mənə artıq başqa bir şeyə ehtiyac yoxdur. Və bu kanal, əzizlərim, hər birimizin içində var. Biz sizinlə doğularkən bu kanalla doğuluruq. Bu kanal bəzi insanlarda doğuluşunda daha açıq şəkildə gəlir. Yəni vergili olacaq, intuisiyası, eşitmə və bilmə. Yəni harda ki biz sizinlə fiziki və maddi deyirik gözümüzlə görüb eşidə biləcəyimizin digər kənar antimateriyanı artıq duymağa başlayırıq ki, harda ki biz sizinlə mənbədən və reallığın ötəsi tərəfindən məlumatları, mesajları, enerjiləri və şəfa kanallarını alırıq. Buradakı bizim intuisiya kanalımız harda ki biz sizinlə bu şəkildə doğula bilirik, gələ bilirik, artıq açıq halda gəlir. Biz bunu sizinlə inkişaf elətdirə bilirik, yəni insanın müəyyən yaşının hədlərində intuisiya kanalının açılması baş verir ki, artıq insanın intuisiyası açılır və ona agah olacaq mesajları, məlumatları almağa başlayır. Bunların ən yüksək göstəricisi nədir? Real fiziki həyatda təsdiqini tapan hərəkətlər. Siz bu məlumatı alırsınız və real fiziki həyatınızda da yaşayırsınız. Bu nə deməkdir? Sizin intuisiyanızın güclü olmağı. İntuisiyanızdakı vergi anlayışının olmağı. Ki bu sizə vergi olaraq, potensial olaraq, güc olaraq ötürülüb, verilib və siz bununla doğulmusunuz. Mən artıq 8 ildir ki, insanların məhz bacarıqları ilə işləyirəm əzizlərim. Və intuitiv bacarıqları, eşitmə, görmə bacarıqları ilə ki, onları inkişaf elətdirirəm. Niyə? Çünki birincisi mənim özümün yolum bu olub. Harda ki mən özümün bu bacarıqlarımı inkişaf elətdirmək, bu bacarıqlarıma həddindən artıq, necə deyərlər, maraq vermişəm və bunu profesional şəkildə inkişaf elətdirmişəm. İnsanlarla indiki işlədiyim məqamda məhz həmin vergi məqamının, potensial məqamının oyadılması, açılması və onu idarə olunması məqamında ki, harda ki şəfaçılıq anlayışıdır. Ki insan öz enerjilərini idarə edir və özünü şəfa, belə deyək, edə bilir. Və bu onun məhz intuisiyasında, bu onun məhz görməsində, bu onun eşitməsində və bilməsində baş verir ki, insanın real həyatında dəyişikliyi yaşayır. İntuisiya kanalının əsas bilməyiniz lazımdır ki, bu kanal daima sizə həqiqəti deyəcəkdir. Burada yalan anlayışı yoxdur.
Bu sizə bir agahdan gələn bir səs kimi içində canlanacaq, sənə nə isə göstərəcək və sən onu mütləq yaşayacaqsan. Fiziki həyatında onu yaşayıb görəcəksən. Və ondan sonra da insan şok yaşamağa başlayır ki, mənə bu gəlmişdi. İntuisiya kanalı bizə yuxular vasitəsilə də verilir. Harda ki, bizim, belə deyək də, yuxularımız məhz intuisiyanın, belə deyək də, agahdan gələn yuxulardır ki, biz bu yuxuları gördükdən sonra yenə onun fiziki real həyatında yaşanılıb olmağının təsdiqini görürük əzizlərim. Yuxularda çoxlu mesajlar verilir. Yəni biz daima, belə deyək də, bəzi insanlar var ki, yuxularında belə astraldan ona ötürüləcək, belə deyək də, varlıqlar tərəfindən olacaq enerjilərdir ki, bizə yanlış məlumat da ötürülür, bizə qorxular da ötürülür, bizə artıq həmin təsirlərin vasitəsi ötürülür ki, biz bunu yuxuda görürük, hiss edirik. Və bunu bilən insan təbii ki, yuxudan sonra bunlar da işləyir və onları şəfalandırır özündə. Amma bilməyən insan üçün həmin o emosional hal, duyğusal artıq sən həqiqətən real anlayışda bu hissləri yaşadın, bu prosesləri sənlə baş verdi. Və ona görə bu yuxular agahdan olan yuxulardır əzizlərim. Bu da intuisiya kanalıdır və intuisiyanın özüdür əzizlərim. Biz sizinlə ümumiyyətlə ətrafımızda, belə deyək, daima mesajları duyuruq. İnsanların danışığında olsun, baxdığımız filmlərdə olsun, ünsiyyət qurduğumuz insanlarda olsun, adi tanımadığınız bir, belə deyək, bir yerdə olduqda, amma təbiətin özündə olduqda həmin mesajlar və məlumatlar bizə gəlir. Biz həmin məlumatları intuisiyamız vasitəsilə qəbul edirik. Önəmli məqam nə? Fokusun yönəltməsi. Sizə hansı, belə deyək, mesaj lazımdır? Hansı məlumat lazımdır? İntuisiyanın, belə deyək də, channeling məqamı var ki, harada ki, biz sizinlə kanallıqla məşğul olmağa başlayırıq və buna kanalcılıq deyilir əzizlərim. Biz kanallıq vasitəsilə intuisiyamızla digər insana bağlana bilir. O insanın sizinlə bağlı olacaq hissləri, düşüncələrini oxuya bilirik. O insanla sizin aranızda taley məqamında nə baş verir, onu oxuya bilirik. Burada təbii ki, məsəl üçün, sevdiyimiz insanın belə hisslərinə bağlanıb onu oxuya bilirik. Taleyimizdəki olanı oxuya bilirik. Nə qədər burada təbii ki, biz inanacağıq, yox. Biz deyə bilərək ki, bunu mən uydururam. Və o zaman biz digər insanlara müraciət edirik ki, bizə bunu oxusunlar, bizə bunun məlumatını versinlər. Və bu intuisiyadır, bu kanallıqdır. Biz bağlana bilirik sizlə, özümüzün, belə deyək, işimizlə, maddiyyatımızla, həyatımızla, şəxsi həyatımızla, münasibətlər, pulla bağlı məlumat oxumağa. Harada ki, bunu biz sizin yüksək mənliyimizə bağlanıb, kanallıq və intuisiya vasitəsilə oxuya bilirik. Ruhani ustadlara müraciət edə bilirik, mələklərə müraciət edə bilirik ki, biz o məlumatı sizinlə alırıq. Həmçinin insanları oxumaq, hisslərini və düşüncələrini, ətrafınızdakı olacaq enerjiləri, auraları oxumaq, nə dərəcədə insanların enerjiləri təmizdir, safdır, kanalları açıqdır, aydındır, bunu oxumaq. Bunun hər biri bizim intuisiyamızla baş verir, kanallığımızla baş verir ki, haradakı intuisiya kanallıq vasitəsilə digər insana bağlanaraq, digər enerjilərə, digər şuur formalarına bağlanaraq istədiyi məlumatı oxuya bilir və istədiyi məlumatı ala bilir əzizlərim. Bunun ən dərin səviyyədə biz sizinlə ali magiyada keçirik əzizlərim.